Salam qızlar, necəsiz? Saçımı kəsdirəndən bəri fenləməsəm vız-vız qalır. Özdəki saçımın boyasının dibindən çıxan öz saçımda axı boya qoymuram deyənəm. Mənim saçımda əslində buruq imiş. Bunu mən artıq 30 neçə yaşımda bilmişdim. Əvvəl heç ona fikir verməmişdim də, yəni. Onda nə zaman bildim, saçıma boya qoymadım. Uzunca bir müddət saçıma boya qoymadım. Onda baxdım ki, saçımın dibindən çıxan saçlar buruq imişlər. Uşaq vaxtında nə fikir verəcəksən ona? Yəni nə istəyirsən, boş verin getsin. Mən əslində soyuq və məsafəliyəm, deyiləm. Yəni, münasibət qurmuram, sosiallaşmıram. Bunun mənim seçimimdir. Yəni, o demək deyil ki, bacarmıram və yaxud da sevmirəm. Sadəcə, bu mənim seçimimdir. Yəni, istəmirəm uğraşmaq. Salam, məsələn, kimsə mənə münasibət yaxınlaşanda, salam, necəsiz belə. Yəni, çox yaxından buraxmıram da, belə deyim sizə. Ən belə mehriban və istiqanlı olduğum yer ailəmin yanıdır, mamamın, papamın, bacılarımın. Onda belə özümü biraz saxlayıram da, yəni tam belə şey deyiləm. Əvvəllər amma əvvəllər mən hər yerdə şeydim də, belə mehriban idim, danışan gülən belə. İndi danışıb gülürəm, adam o qədər də yox. Yəni daha rahat idim insanlarla sosial münasibət qurmaqda. Daha istiqanlı idim, nə bölümsən? İndi yox. Sadəcə bu mənim seçimimdir, yəni. Məsələn, indiki şəhərdə telefonumun yaddaşı doldu, video dayandı. Hə, neysə də belə yəni. Onu deyirəm ya. İndiki şəhərdəyəm. Burada daha rəfiqə qurmaq rahatdır. Çıxaram, gedərəm, gəzərəm, görüşərəm. İstəmirəm. Lazım deyil. Belə daha yaxşıdır. İnanmıram bundan sonra da olam.